Hallo, hər kəsə salam. Alman dilinin ismin halları ilə tanış olaq. Bunlardan biri akuzativ və dativdir. Onları bir-birindən cümlədə fərqləndirmək üçün hərəkətin mənasına baxırıq. Əgər hərəkət bir şey doğru yönəlibsə bu akuzativi, əgər məkanı bildirirsə dativi ifadə edir. Artikelların dəyişiminə baxaq. Artikellar belə dəyişir. Der, den, die, das olduğu kimi qalır akuzativdə. Der, das dativdə dem, die singular der, die plural den plus n olaraq dəyişir. Gəlin bir cümlə ilə nümunəyə baxaq. Mən evdə bir alma yeyirəm. Burada yemək hərəkəti almaya doğru yönəlib. Alma sözü burada akuzativdədir. Ancaq evdə ifadəsi bizim məkanımızı göstərir. Ich esse einen Apfel zu Hause. Burada einen Apfel hissəsi akuzativdə olan bölümdür. Akuzativdə aynen necə baş verdi? Ayın bir mənasını verir, qeyri-müəyyənliyi bildirən artikeldir. Der Apfel'dır. Der akuzativdə den Apfel'a çevrilir. Den Apfel'ın sonunda olan en hissəsi aynı sözün sonuna əlavə olur. Aynen Apfel. Bir başqa cümləyə baxaq. Mən parkdayam. Ich bin im Park. Ich bin im Park. Burada der Park, der dativdə demə çevrilir. Çünki mən parkdayam, mənim məkanımı göstərir. Propozisyon olan in plus dem sadələşir olur im. İnlə demi sadələşdirib im yaradırıq və beləliklə də o ki birləşim sadələşir im olur. Mən parkdayam ifadəsi də belə yaranır. Bir çox propozisyonla söz önləri sadələşərək bu formalara düşür. Amma hər biri belə sadələşmir. Bəzilərdə olduğu kimi qalır. Məsəl üçün, in der, in den kimi formalarda da ola bilər. Bir sonraki videolarda propozisyonlar haqqında daha ətraflı sizlərə məlumat verəcəm. Sağ olun, bir sonraki videoda görüşənədək. Tschüss.